Novruz bayramınız mübarək olsun. Neçə belə bayramlar görəsiniz balalarınızla, sevdiklərinizlə, sevənlərinizlə. Qardaş, bu bayram şəkərbura, paxlava, qoğal, aş qarası ilə, staliçni, nə bilim, nə salatı basıb yemə bayramı deyil. Yaxşı, baharın gəldiyindən ötürü bayram kimi qeyd edirik. Mən şəxsən öz adıma deyə bilərəm. Uşaqlıqdan da bu yana mən bunu bayram kimi qəbul eləmişəm. Belə bir adət-ənənəmiz var. Kimisi də məsələ başqa bir günü, məsələ mən dekabr ayında yeni ili bayram kimi qəbul eləmirəm. Bu da mənim şəxsi fikrimdir. Kimsə eləyir. O da onun şəxsi fikridir. Qardaş, bu aş qara ilə basıb yemək, staliçinlə yeyib, şişib, divanın üstündə oturub, pultu qapıb, televizora baxma bayramı deyil. Qardaş, kiminlə küsülüsənsə sən haqlı ola bilərsən. Əlaqə saxla ondan ki, qardaş, yəni mən haqsızam da, gəl küsülü keçməsin bizim bayramımız. Yüzüyün qaşı düşməz qardaşım. Heç nə olmaz, ölümlü dünyadır. Uzağı 100 il yaşayarıq. Get böyükləri, bu balaları götür yanına, get böyükləri ziyarət elə. Qoy balaların görsün ki, böyükləri ziyarət eləmək lazımdır. Gedib hörmət göstərmək lazımdır. Get bobuğun qəbrinə. Sabah sən də kiminsə babası olacaqsan. Bobuğu heç yada salmısan bu gün. Mən də salmamışım. Biz də sabah kiminsə babası olacağıq. Nə ölülərin qəbrinə yet, qəbirlərini ziyarət elə balalarından. Qoy görsünlər ki, qəbri kimsəsiz qoymaq olmaz. Normal bir qəbirstanlıqda, nə bilim, niyə bir qəbir kimsəsiz qalmalıdır? Biz özümüzdən sonra gələn balalarımıza əxlaqlı, ləyaqətli, şərəfli bir həyat buraxmaqla məsuluq, qardaşım. Bizim bu boynumuzda yükdür, bunu eləməliyik. Yaxşı qardaşım, yoxsa şəkərburanı, paxlavanı basıb, yeyib, içib, oturub televizorun qabağında açıb və yaxud açıb o TikTokun qabağında şartora bax, şurtora bax, o göbəyin qaldırdı, bu başını aşağı saldı, nə bilim, bu biri neynədir? Qardaş, bunlar qaçmır, bunlar həmişə var. Heç olmasa bayramda bir 2 gün fürsət eləyib, əxlaqi həyata tərəf dönmək lazımdır. Qəlbimizdən kini çıxartıb atmaq lazımdır, aqressivliyi çıxarıb atmaq lazımdır. Qonşudur, mənlə danışmır. Canı sağ olsun. Haqlı olan mənəm, mən də danışdırmıram. Canı sağ olsun. Bu bayram xətrinə qonşu olan olub, keçən keçib. Gəl küsülü qalmayaq biz. Heç nə olmaz qardaş. Uzağı 100 il yaşayarıq. 100 il sonra yoxuq. Çalışıb, vuruşub, çırpınıb aldığımız mal, mülk, maşın, ev başqasınındır mənim qardaşım. Yaxşı. O üçün yəni ölümlü dünyadır. Çalışmaq lazımdır ki, pozitiv yaşayasan, mehriban yaşayasan, əxlaqlı, ləyaqətli, şərəfli yaşayasan. Bir daha Novruz bayramımız mübarək olsun. Allah hamımızın köməyi olsun. Vəssalam.